Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Qüdsi hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, həqiqətən Allah Teala belə buyuracaq qiyamət günü. Hanı mənim cəlalım üçün, mənim əzəmətimə görə, hanı bir-birini sevənlər. Bugün mən onları heç bir kölgənin olmadığı, yalnız mənim kölgəmin olduğu gündə onları mən kölgələndirəcəm. Yəni Allah Teala onları kölgələndirəcək, yəni ərşin kölgəsində. Başqa qüdsi hədisdə Allah Teala buyurur ki, mənim cəlalıma görə bir-birini sevənlər onlar üçün nurdan minbərlər olacaq və onlara peyğəmbərlər və şəhidlər qibtə edəcəklər. İndi burada buyurur ki, Allah yolunda, yəni Allahın dininə görə olan sevgidəki fəzilət. Buyurur ki, Allahın dininə görə, Allahın yolunda olan sevgi ən əzəmətli bağlardandır. Yəni sevgi bağlarından olan ən əzəmətli bağlardandır. O elə bir bağdır ki, onun mənası daha güclüdür. Hansı ki Allah Teala onu İslam və iman bağlarından ən güclü, ən etibarlı bir bağ etmişdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə buyurur ki, imanın bağlarından ən güclü, ən etibarlı olanı Allah yolunda, Allahın dininə görə olan dostluqdur və Allah üçün olan düşmənçilikdir. Və Allah üçün olan sevgidir və Allah üçün olan qəzəbdir. Yəni Allah üçün olan qəzəbdir. Sonra buyurur ki, həqiqətən iman kamilləşir nə ilə? Yəni insanda olan bu duyğuda olan sadiqliyə görə, bu duyğuda olan doğruluğa görə və burada olan ixlasa görə, yəni iman kamilləşir. Və bu bağlılıqda olan ixlasa görə iman kamilləşir. Və nə qədər bu bağda nə qədər ki doğruluq varsa, nə qədər ixlas varsa, o qədər də yəni iman kamilləşir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, kim Allah üçün sevərsə, kim Allah üçün qəzəblənərsə, kim Allah üçün verərsə, kim Allah üçün mani olarsa, artıq imanı kamilləşmişdir. Yəni imanın kamilləşməsi üçün Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yəni sevginin Allah üçün olmasını gətirir, qəzəb bəsləməyin Allah üçün olmasını gətirir və verəndə də Allah üçün verməyi və mani olanda da yenə Allah üçün mani olmağı gətirir. Və sonra buyurur ki, əgər kim imanın şirinliyini dadmaq istəyirsə, yəni imanda şirinlik var. İman elə bir şeydir ki, onun şirinliyi var. Həqiqətən şirin olan iman insana yəni gözəl təsiri olur. Və buyurur ki, əgər kim imanın şirinliyini dadmaq istəyirsə, yəni hiss etmək istəyirsə və kim də hiss etmək istəyirsə, nəfsi istəklərinə qarşı mübarizə aparmağını və şeytana qarşı mübarizə aparmağın ləzzətini hiss etmək istəyirsə, deyir ki, yol budur. Ənəsdən gələn hədisdə Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurub, 3 şey vardır ki, kimdə bu 3 şey olarsa, o imanın şirinliyini tapar. Yəni imanın şirinliyi, kimdə bu 3 şey varsa, o imanın şirinliyini yəni hiss eləyər. Birinci gətirir ki, Allah və Resulü ona hər şeydən sevimli olması. Sonra gətirir ki, yəni kişi sevdiyini, yəni kişi dedikdə qadın da
yani sevdiğini yalnız Allah için sevsin ve sonra getirir ki o necə ki oda atılmağı istemediği kimi, oda atılmağa oda atılmağı istemediği kimi, yani küfre qayıtmağı istemir. Yani bu üç şey kimde varsa, yani o imanın şirinliğini yani dadar. İmanın şirinliğini yani tapar. Ve sonra buyurur ki kişinin yani yoldaşına karşı, yani kardeşine karşı üstün olması, yani ondan fəzilətli olması nəylədir? Yani onda ona karşı olan sevgiye göre, onda ona karşı olan yani o sevgiden doğan düzgün, güzel münasibete göre, yani ünsiyete göre ve düzgün dostluğa göre. Ne kadar ki bu şeylerin miqdarı, ne kadar bu şey çoktursa, o kadar da yoldaşından, kardeşinden üstünlüğü, fəziləti bir o kadar artıqdır. Peygamberimiz sallallahu aleyhi ve sellem böyle buyurur ki Allah'ın dinine göre birbirini seven iki nefer, onlardan Allah'ın yolunda birbirini seven iki nefer, onlardan en faziletlisi, yani yoldaşına karşı sevgisi en şiddetli olanıdır. Buna kadar yani bunlar, yani Müslümana, mümine, yani dünyada olan faydaları ve bunun ahiret mükafatı da var. Ve buyurur ki ahiretteki mükafat ise yani rahmenin kölgesinde, onun erşinin kölgesinde, hiçbir kölgenin olmadığı günde, o günün rahmenin kölgesinde kölgelenmesidir. Peygamberimiz sallallahu aleyhi ve sellem haber verip ki 7 nefer var hansı ki onlar kıyamet gününde Allah'ın o kölgesinde kölgelenecekler. Onların o 7 neferin arasında onlardan birisi de yani Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki yani 2 kişidir Allah için, Allah yolunda, Allah'ın dinine göre birbirini sevirler ve ona göre bir araya gelirler ve ona göre de ayrılırlar. Sonra buyurur ki Allah'ın dinine göre, Allah yolunda olan sevgi yani nedir? Buyurur ki sevgide, yani sevmekte olan, qəzəb bəsləməkdə, sevgide, qəzəb bəsləməkdə əsl olan odur ki, yani senin sevdiğin ve qəzəbləndiyin Allah'ın sevdiği ve Allah'ın qəzəbləndiyi olsun. Allah Teala kimleri sevir? Eğer insan biləndə ki Allah'ın sevdikleri var, Allah'ın qəzəbləndikləri var, ona göre lazım olur ki insan gerek bilsin ki Allah kimleri sevir, Allah'ın kimlere qəzəb tutur. Allah'ın sevdikleri kimlerdir? Allah'ın sevdikleri tövbe edenler, Allah'ın sevdikleri günahlardan temizlenenler, Allah'ın sevdikleri muhsinler, yaxşılıq edenler, yani ibadeti doğru şekilde, düzgün şekilde tam olarak yerine getirenler. Allah'ın sevdikleri müttegiler yani Allah'ın buyurdukları yerine getirip qadağan ettiği şeylerden çekinenler. Allah'ın sevdikleri sabredenler, Allah'ın sevdikleri özüne tevekkül edenler, Allah'a tevekkül edenler. Allah'ın sevdikleri yani adaletli olanlar. Allah'ın sevdikleri Allah'ın yolunda bir safta mübarizə yapanlar, vuruşanlar. Allah'ın sevdikleri zalimler. İndi buradan Allah'ın sevmedikleri kimlerdir? Allah'ın sevmedikleri zalimlardır. Allah'ın sevmedikleri yani düşmənçilik edenlerdir. Allah'ın sevmedikleri günahda həddi aşanlar, yer üzerine fesat çıkaranlar, hainler ve tekebbürlük edenler. Ve sonra buyurur ki həqiqətən yani sevgide olan şart nedir? Sevgide olan şart odur ki bu sevgide olan şart odur ki yani senin sevgin yalnız Allah için olsun ve Allah'ın dinine göre olsun. Yani ihlaslı olsun sevgin ve Allah'ın dininde olsun sevgin. Buyurur ki onu şəxsi mənfəətlər gerek kədərləndirməsin. Dünyavi istəklər onu pis eləməsin. Əksinə onlardan her biri o birisini sevsin Allah'a olan itaate göre. Allah'a olan itaatine göre sevsin. Allah'a olan imanına göre sevsin. Ve o sevgisinde yani
Allah'ın buyurduklarını yerine getirsin ve Allah'ın qadağan ettiği şeylerden çekinsin. İlki Ebu Hamza en-Neysaburi bundan soruşulanda ki kimlerdir o Allah'ın dininde birbirini sevenler kimlerdir? Buyurur ki onlar Allah'a itaat edenlerdir. Allah'ın itaatinde olanlardır ve onlar deyir Allah'ın buyurduğu işlerde birbirine yardım edenlerdir. Birbirine yardım edenlerdir. Onlar yani bir yerde olmasalar da başka yerlerde olsalar da. Allah için olan sevgi, Allah'ın yolunda olan sevgi o sevgidir ki daimi kalacak, ebedi kalacak, kıyamet gününe kadar kalan sevgi o sevgidir. Ve buyurur ki bütün sevgiler kıyamet günü düşmançılığa çevrilecek. Yalnız Allah için olan sevgiden başka, Allah'a olan itaatte olan sevgiden başka. Allah Teala buyurur ki kıyamet günü bütün dostlar birbirine düşman olacaklar. Yalnız müttekilerden başka Allah'ın buyurdukları şeyleri yerine getirip qadağan ettiği şeylerden çekinenlerden başka. Peygamberimiz sallallahu aleyhi ve sellem başka bir hadiste buyurur ki kişi sevdiğiyle beraberdir. Yani sen bu dünyada kimi seversense ahirette de Allah Teala seni oyla beraber edecek. Ve buyurur ki o ki kaldı ki kim ki bir şəxsi sevir nefsi isteklerine göre, dünyasına göre sevir ve yaxud da ondan tez bir zamanda elde edeceği bir şey vardır. Ona göre sevir. Deyir ki bu Allah için olan sevgi değil. Əksine o nefsi isteklere göre olan sevgidir. Deyir ki elə bu sevgidir ki qorxulur ki yani gözlənilir ki o sevginin sahibi küfre düşsün, fasikliğe düşsün ve günahlara düşsün. Allah korusun. Allah Teala bizi bu sevgi meselesinde doğru olana vəffəq etsin ve bizi eşitib faydalanlardan etsin.